Səmud qövmü bir böyük tayfa olub. Mədinə ilə indiki Dəməşq, Suriyanın Dəməşq şəhəri arasında, keçmiş Şam şəhəri arasında böyük ərazilər bunlara məxsus olub. Mədinə ilə Şamın arasında şəhərlər, ərazilər orada yaşayıblar bunlar. Tarix yazır ki, çox böyük nemətlərə sahib idilər. Gündən günə inkişaf eləyirdilər. Əkinçilik, mal, qara, abadlaşdırırdılar, yaşayırdılar. Çox yüksək səviyyədə. Amma bütpərəst idilər. Hər tayfa, hər adam qabağına bir dənə taxta parçasından, daş parçasından yonulmuş bir heykəli qoyub, qabağına düşür, səcdə eləyir, bütpərəstlik eləyir. Səmud qövmünə Allah Teala Həzrəti Salih Peyğəmbəri göndərir. Salih Peyğəmbər gəlir bunları başlayır hidayət eləməyə. Peyğəmbərimiz günlərin bir günü Salih Peyğəmbərin əhvalatından danışır səhabələrinə. Səhabələr də oturublar, qulaq asırlar. Peyğəmbərimiz buyurur ki, günlərin bir günü Salih Peyğəmbər həmin Səmud qövmünə belə bir söz dedi. Buyurdu ki, ay cəmaat, 16 yaşından bir yana sizə Peyğəmbərlik eləyirəm. 16 yaşım var idi ki, Allah məni sizə Peyğəmbər göndərdi. Və sizin üçünüzdə olmuşam, sizin üçünüzdən çıxmışam, göydən gəlməmişəm, başqa planetdən gəlməmişəm, mənim də sizin kimi atam olub, anam olub və sizin kimi yeyirəm, içirəm, 16 yaşından başlamışam sizə Peyğəmbərlik eləyib hidayət eləməyə. Hal-hazırda ömrümdən 120 il keçir, hələ mən deyəni qəbul eləməmişsiniz. Nə qədər eləyir? 104 il. 120 il keçib 104 il. 104 ildir ki, təbliğ eləyirəm sizə. Eşitmirsiniz ki, eşitmirsiniz. Siz də yorulmuşsunuz. Mənə də yormuşsunuz. Mən deyəni də qəbul eləmirsiniz. Amma axırda sizə bir təklifim var. İcazə verirsiniz o təklifi deyim sizə. Deyirlər ki, Salih buyur, təklifin nədir? Deyir, o sitayiş etdiyiniz bütlər var ha, Tanrı bilib sitayiş etdiyiniz bütlər. O bütləri gətirin, yığın bura. Mən də gəlim, siz də gəlin. İcazə verin mənə, sizin bütlərdən mən nəsə istəyim. Əgər sizin bütlər mənim istəyimi, hacətimi yerinə yetirmiş olsa, mən dahi sizin aranızda qalmayacam, çıxıb öz işimin dalcan gedəcəm. Siz də rahat olun, mən də.